Saçlı dəridə rast gəldiyimiz xroniki dəri xəstəliklərindən biri də saçlı dərinin psoriazı. El dilində buna pulcuqlu dəmrov və ya pullu dəmrov, bəzi hallarda sədəf xəstəliyi və s. kimi ad verilir. Saçlı dərinin psoriazı digər dəri sahəsinin zədələnməsi ilə bərabər də rastımıza çıxa bilər. İzalə olunmuş şəkildə sadəcə baş dərisini də əhatə etməklə qarşımıza çıxar. İstənilən halda saç dərisində qabıqlanma və ya kəpəklənmə dediyimiz bir görüntü ilə müşayiət olunan digər saçlı dəri xəstəliklərindən diferensiyasiya, fərqləndirilmək mütləq vacibdir. O yüzden saç dərisində bu cür kəpəklərin olması psoriaz xəstəliyinin ilkin əlamətləri ola bilər deyə mütləq qaydada ilkin dövrdə sadəcə kəpək aparıcı şampunlardan istifadə etməklə yüksək bir nəticə gözləmək doğru deyildir. Belə durumlarda mütləq qaydada dermatoloqa, yəni bu sahənin birbaşa məşğul olan mütəxəssisə müraciət etmək lazımdır. Aparılan həm kliniki araşdırmadan, həm fiziki müayinədən sonra xəstəyə düzgün diaqnoz qoyular və xəstəliyin ən azından remisiya əldə olunmasına nail olmaq mümkün olur.